Mən Məmmədli Məmməd, Bərdə region entomoloq vəzifəsində çalışıram. 4 ildir Prime Cotton şirkətində fəaliyyət göstərirəm. Bərdə, Tərtər, Ağdam rayonları ərazisində pambıq monitorinqləri təşkil edirik. Pambığın əsas zərərvericiləri fazalara uyğun olaraq dəyişir. Hal-hazırda bizim 4-cü fazada kütləvi qoza əmələ gəlmə, daraq və çiçəklənmə fazasındayıq. Bu fazada əsasən ən aktual zərərverici pambıq sovqası kimi tanıdığımız Helicobacter armigera zərərvericisidir. 6 instar mərhələdən ibarət olaraq hər instar mərhələsi 3 gün dövr çəkir. Belə ki, bu zərərvericini ilk 2 instar mərhələdə aktiv edib zərərvericiyə qarşı kimyəvi mübarizə tətbiq etmək lazımdır. Bununla biz ən ilkin etapda imamektin benzoat ana maddəli insektisid istifadə edirik. Ardınca isə ikinci, üçüncü digər nəsillərində isə xlorantrofil ana maddəli preparatlardan istifadə edirik. Daha başqa bir zərərverici liqus olan bit növüdür. Sorucu ağız aparatına malik olduğu üçün əsasən daraq və qozalara ciddi zərər verir. Nəticədə məhsuldarlıqda ciddi zərərimiz olur. Ona qarşı biz dimutat ana maddəli preparat istifadə edirik. Başqa hal-hazırda zərərvericilərdən tor gənəsi, qırmızı hörümçək zərərvericilərimiz var. Bunların da artıq son mərhələləridir. Artıq 10-15 gün ərzində onlarla da güclü mübarizə aparırıq. Kimyəvi mübarizələrdə əsasən etaksazol, abamektin, spirodiklofen kimi ana maddələri olan preparatlardan istifadə etmişik. Hal-hazırda pambığımızın belə deyək, ilkin vəziyyəti qorunmuş vəziyyətdədir. Arxada gördüyünüz pambıq da bizim şirkətə məxsusdur. Demək olar, qane edici məhsuldarlıq gözləyirik.